Qardaş, biz bu uşaqları evləndirə bilmirik. Hansına yaxınlaşırıqca evlən, toy istəyirik, gələk toyunda oynayaq, deyir yox. Evlənənləri əlib bala batıb biz qalmışıq. Biri buradadır, biri oradadır. Çək bunu da çək. Niyə evlənmirsiniz qardaş? Biri buradadır, bax oturub. Bunlar evlənməlidir ki, bu xalqımız evlənməlidir ki, biz də bu elektronikadan sataq. Qoymuşuq hamısını ucuz-ucuz, depo qiymətini hamısını qoymuşuq. Qardaş, evlənənlərin sayı azalıb. Və biz də işləməliyik, axı biz də fikirləşin. Siz evlənmirsiniz, biz qalırıq. Əziz izləyicilərimiz, bax qiymətlərə baxın, bu qiymətlərdən sonra hamı evlənəcək məncə. 82 ekran, internetli model, cəmi 209 manata. Soyuducularımız cəmi başlayır 399 manatdan. Nə bilim, nə deyim, cezyenalar, sobalarımız cəmi başlayır 250 manatdan. Qaz peşləri, yeməyimizi bişirəcəklər bunda. Cəmi 99 manatdan. Yəni nə istəyirsiniz, hansı məhsulunuzu əlinizi uzatsaz, depo qiyməti nədirsə, ondan da hesablanıb veriləcək. Belə evlənirsiniz, pul yoxdursa, cehiz almağa kreditlə də veririk. Tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız, heç yana getmədən bir dənə vəsiqəni atırsınız, istədiyiniz məişət əşyası nədirsə, onu pulsuz ünvana göndərir. Biz hər şey eləyib, bir dənə qalır sizin öhdənizə düşmək, evlənmək.